O ziyarətgahlar ki, onları ziyarət eləmək şəriətimizdə gəlməyib, nə Allah Taala Qurani-Kərimdə dəlil nazil eləməyib, nə də Muhammed sallallahu əleyhi və səlləmin sünnəsində bir səhih hədis gəlməyib, onları ziyarət eləmək qiyamət günü insanın əleyhinə olacaq və o ibadətlərin hər biri batildir. Eyni zamanda baxsan ora daxil olan, orada ibadət edən insanların ibadətinə, vallahi Kəbə evində Allaha elə ibadət eləməyi Allah Taala əmr eləməyib. Əksinə Allah Taala onu zülm adlandırır Qurani-Kərimdə. Təsəvvür edin, o ibadətgahlara sürünə-sürünə daxil olurlar. Üzü üstə daxil olur və elə hesab edilir ki, əhd eləyib güya o ondan qəbul olunacaq. Allah Taala bunu zülm sayır. Və mə zələminəhum vələkin ənfusəhum yazlimun. Allah deyir ki, biz onlara zülm etmədik. Onlar öz-özlərinə zülm elədilər. Birincisi, Allaha ortaq qoşmaqla özünə zülm edir. İkincisi, elədiyi ibadət forması ilə özünə zülm edir. Heç sən Allahın evinə daxil olanda sürünə-sürünə daxil ola bilməzsən. İki ayağın üzərində daxil olmalısan.